Salam dostlar, mən Humay müəlliməm. Səhifəmə abunə olun ki, paylaşdığım videolardan ilk sizin xəbəriniz olsun. Hazırsınızsa başlayaq. Bu gün OTK-nın 2025 noyabrın 2-sində 9-cu siniflər üzrə keçirilmiş imtahanının ingilis fənni üzrə gəlin test izahına birlikdə baxaq. 56-cı sual. Choose the synonym of the underlined word. Altından xətt çəkilmiş sözün sinonimini istəyir. Baxırıq, active fəal deməkdir. Basic əsas başlıca təbii ki aid deyil. Beloved sevimli, energetic bəli. Enerjili cavab olur C variantı. D boring sıxıcı, strange qəribə. 57-ci sual. Boşluqdan sonra cəm xəbəri gəlib. Dərhal D variantını çıxırıq çünki he has ilə işlənir. Digərlərini saxlayırıq. Keçirik ikinci tərəfdə boşluqdan sonra sayıla bilən tək isimin qarşısı boş qalıb. Buna görə də biz mütləq aslı yiyəlik əvəzliyi qoymalıyıq. Aslı yiyəlik əvəzliyi olmayan digər variantları çıxırıq. Cavabımız olur B variantı. 58-ci sual. Boşluqdan sonra monkey sayıla bilən tək isim gəlib və bunun qarşısı boş qala bilməz. B və C variantlarını çıxırıq. Keçirik ikinci tərəfə. İkinci tərəfdə boat, qayıq sözü təbii ki samitlə başladığına görə ən iyi də işlənməz. Cavabımız olur Y variantı. Və bir də big sifəti adi dərəcədir. Adi dərəcədə və müqayisə dərəcəsində adətən EN işlənir. 59-cu sual. Boşluqdan sonra sayıla bilməyən isim gəlib. Təbii ki few, many bunlar cəmdən işlənir. A lot isə ofla işlənir isim olarlar. Təbii ki Y-də çıxılır. Cavab olur C variantı. 60-cı sual. Which word best fits the following definition? Having a lot of strength and force. Çoxlu gücü, qüvvəsi olan, yəni güclü. Cavab olur D variantı. 61-ci sual. Boşluqdan sonra cəm isim gəlib. Cəm isim gəlibsə tək xəbərləri çıxırıq. Are və were götürürük. Cavab olur 2-4, yəni D variantı. 62-ci sual. Boşluqdan sonra traditional Azərbaycan breakfast, yəni ənənəvi Azərbaycan yeməyi. Ənənəvi sözünə görə, yəni bu artıq məlumdur hər kəsə. Məlumdursa, təbii ki, D artiklı ilə işlənməlidir. Ona görə D artiklı olanları saxlayırıq, B və C-ni. İkinci tərəfdə bata sözü sayıla bilməyən isimdir, qarşısına EN işlənməz, cavab olur B variantı. Lakin bu testi başqa cürdə yanaşa bilərik. Məsələn, necə? İkinci tərəfdən. Bata sayıla bilməyən isimdir. Sayıla bilməyən ismin qarşısında EN işlənməz. Və bu tərəfdə traditional samitlə başlayır. Ən işlənməz cavab olur B variantı. Davam edirik 63-cü suala. 63-cü sualda subject verb agreement, yəni mübtəda xəbər uzlaşması mövzusudur. Biz bilirik ki, mübtədamız əgər məsələ bir məsələr tərkibi ilə ifadə olunarsa, o zaman xəbərimiz təkdə olmalıdır. Are yox, is olmalıydı. Yenə də mübtədamız bir məsələr tərkibi ilə ifadə olunur. Were yox, was olmalıydı. Üçüncü, yenə bir mübtədamız bir məsələr tərkibi ilə ifadə olunub və is olmağı düzdür. Dördüncüdə, yenə mübtədamız bir məsələr tərkibi ilə ifadə olunub və təbii ki, təkdə olmağı düzdür. Cavab 3-4, yəni C variantı. 64-cü sual. Gale, fırtına. Shower, leysan. Fog isə duman. Məndən nə istəyir? Definitionlarla birləşdirmək. C. Cloud in the sky. Səmada qalın bulud. Təbii ki, duman. Very strong winds. Çox güclü külək. Təbii ki, gale. A heavy rainfall. Çox güclü yağış. Təbii ki, shower. 1, B, 2, C, 3, A. Cavab olur C variantı. Hər iki boşluqdan sonra isim yoxdur. İsim yoxdursa biz aslı yiyəlik əvəzliklərini çıxmalıyıq. Cavabımız olur D variantı. Hər iki tərəf müstəqil yiyəlik əvəzliyi. Keçirik 66-cı suala. 66-cı sualda boşluqdan sonra most plus sifət gəlib. Most plus sifət isə bu üstünlük dərəcədir. Əgər most plus isim olsaydı, bu zaman artikl işlənməyəcəkdi. Amma sifət varsa deməli işlənməlidir. D artiklı işlənməlidir. D və C variantlarını çıxırıq. Keçirik ikinci tərəfə. Dünyadakı tək varlıqlar həmişə D artiklı ilə işlənir. Cavabımız olur D variantı. Keçirik 67-ci suala. Choose the correct sentences with the noun in the possessive case. Yəni bizdən yiyəlik hal istəyir.
Shakespeare's plays tamamilə düzdür. Niyə? Çünki Shakespeare tək isimlər yəli həmişə apostrof s-lə düzəlir. 2 yanlışdır. Niyə? Çünki children kökündən dəyişir, sonunda bitişik s ola bilməz. Yəli də apostrof s-lə düzəlir. Tamamilə yanlış. 3-cü sual. Mənim qardaşımın dostu. Tamamilə düzdür. Təkdədir və apostrof s-lə düzəlib. 4 yanlışdır. Niyə? Çünki cars cəmdədir, this isə təkdir. Təbii ki, bunlar uzlaşmalıydı. Yəni düzgün forması these cars s apostrof ya da this car apostrof s olmalıydı. Ona görə 4 də səhvdir. Cavab olur 1-3 C variantı. 68-ci sual. 68-ci sual. Choose the correct pair of antonyms. Antonimlər cütünü istəyir. Huge, böyük, small, kiçik, düzdür. Polite, nəzakətli, beneficial, faydalı, əlaqəsi yoxdur. Strange, qəribə, unusual, qeyri-adi, qəribə, yəni ki, bunlar sinonimdir. Səhvdir. Clean, təmiz, dirty, çirkli, yəni antonim, düzdür. Old, qoca, young, cavan. Tamamilə düzgündür, antonimdir. Cavab olur 1, 4 və 5. Keçirik short tekstlərə. 69-cu sual. Diqqət. Oktyabrın 8-də 3-cü gün bir tufan olacaq. Zəhmət olmasa diqqətli olun və çətir və yaxud raincoat, yəni plaş gətirin. Məktəblər açıq olacaq. Faktların altından xətt çəkirəm və diqqətli olun. Amma deyir, yollarda çalışın, ehtiyatlı olun, güvəndə olun. Bu dairəyə aldıqlarım, bunlar əsas faktlardır. A variantı. Məktəblər oktyabrın 8-i açıq olacaq. Tamamilə düzdür. A cavabdır. B variantı. Faydalı deyil raincoat, yəni plaş geyinmək. Xeyr, lazımdır. Demişdik ki, çətir və yaxud plaş gətirin. C variantı. Həftə sonu tufan olacaq. Wednesday həftə sonu deyil, 3-cü gün, yəni çərşənbə günüdür. Ona görə də C variantı yanlışdır. Deməli, D variantı. During the storm, uşaqlar tufan ərzində çətir istifadə etməməlidir. Xeyr, çətir və raincoat, yəni plaş istifadə etməlidir. Yanlış. Y variantı. Sizin bir çətir və yaxud plaşa ehtiyacınız yoxdur. Xeyr, gətirməyə deyilmişdir. Cavab olur A variantı. 70-ci sual. Attention, diqqət. In the case of fire, yəni yanğın halında bu təcili çıxışdan istifadə edin. Alarm çalacaq, əgər qapı, deməli, daha doğrusu çıxış açılanda, çıxış hissə açılanda çalışın ki, sakit qalın və çıxışa çatın. Deməli, alarm nə vaxt çalır? Çıxış açılarkən. A variantı. İnsanlar alarm zəncini tapmalı və deməli onu basmalıdır. Xeyr, insanlar basmalı deyil. Zaten çıxış açılanda deməli alarm özü çalacaq. B variantı. Alarm əgər yanğın yoxdursa çalır. Xeyr, yanğın olanda çalır. C variantı. Yanğın halında sakit qalmamalısınız. Xeyr, sakit qalın demişdi. D variantı. İnsanlar təcili çıxışdan istifadə etməməlidir. Zəng çalanda. Xeyr, istifadə etməlidir. İlk cümləmizdədir. Y variantı. İnsanlar əgər yanğın varsa təcili çıxışdan istifadə etməlidir. Tamamilə düzdür. Cavab olur Y variantı. 71-ci sual. Əziz Ançını, mən burada bir aydır ki, İstanbuldayam. Mən deməli şəhərin tarixi hissəsində qalıram bir evdə. Bizim otağımız genişdir, sakitdir gündüz vaxtı. Biz heç səs eşitmirik küçədən. Daha doğrusu şəhər mərkəzi çox canlıdır gecələr. Biz gəzməyə gedirik axşamlar. Mən özümü çox rahat hiss edirəm. Tezliklə görüşərik Julia. Məktubu yazan kimdir? Julia yazıb Ançiniyə. A variantı. Julia çoxlu səs eşidir küçədən. Xeyr, dedi ki, küçədə səs eşitmir. A yanlış. Ançini İstanbula səfər eləmək istəyir. Ançini mesajın yazıldığı insandır. Yəni onun fikri ilə bağlı burada heç bir cümlə yoxdur. C variantı. Julia şəhər mərkəzində axşamlar gəzməyib. Xeyr, deməli ən axırıncı sətirdə we go for walks. We go for walks. Bu cümlə.
In the evenings, axşamlar gəzməyə gedirik. Demək ki, C yanlışdır. Julia's house in the modern part of the city. Julia'nın evi şəhərin müasir hissəsindədir. Xeyr, historical place. Tarixi yerindədir. Julia çox məmnundur səyahətindən. Bəli, Julia'nın səyahətindən məmnun olduğu yerlərə baxaq. Birinci, deyir ki, otağım genişdir. Gündüz vaxtı sakitdir. Səs eşitmirik. Şəhər mərkəzi canlı olur. Axşamlar gəzməyə gedirik və rahatam. Yəni, razı olduğunu göstərən bir çox amil var, cavab olur Y variantı. Davam edirik mətnə. Gəlin mətnə baxmadan sualları həll eləməyə çalışaq. Yəni, mətni oxumadan. Baxırıq 72-ci suala. Choose the correct answer to the question according to the passage. Mətnə səsən suala düzgün cavab seçin. What does the experience of European and Asian countries show? Hansı, daha doğrusu Avropa və Asiya ölkələrinin təcrübəsi nəyi göstərir? Baxırıq, həmin cümləni tapırıq mətndən. Avropa və Asiya təcrübəsi. Bax, cümlə budur. Göstərir ki, bundan sonraki bu 2 sətir bizim cavabımızdır. Gəlin oxuyaq görək nə deyir. Avropa və Asiya ölkələrinin təcrübəsi göstərir ki, əgər avtobuslar, metrolar və qatarlar rahat və güvənli şəkildə hazırlansalar, düzəldilsələr, bir çox sakinlər public transportu seçəcək, yəni ictimai nəqliyyatı maşınların əvəzinə. Biz o cümləni görürük. A variantına baxaq, ictimai nəqliyyatın sayı artırıla bilər, uyğun şərait yaradılarsa, təbii ki, cavab olur A variantı. Digərləri oxumağa belə ehtiyac yoxdur. 73-cü sual. Mətn nə haqqındadır? Uşaqlar, gəlin birinci heç olmasa ilk paragrafımızı oxuyaq. 600 milyon maşın var. Maşın olmasına baxmayaraq planetdə dünya əhalisi 7 milyarddır. Bu deməkdir ki, əksər insanlar müxtəlif növ transportationdan, nəqliyyatdan istifadə edirlər. Əksəriyyəti işə, məktəbə və başqa yerlərə ictimai nəqliyyat istifadə etməyə üstün tuturlar. Bir çox New York, Paris və London sakinlərinin maşını yoxdur. Əksər insanlar Asiya və Afrikada deməli transportationdan istifadə edirlər. Yəni, bildiyiniz, öz maşınları və personal carla deməli public transportationın üstünə düşüblər. Bu da təbii ki, cavab olur D variantı, özəl və public transportationdan istifadə eləmək. Cavab olur D. Keçirik 74-cü sual. Hansı cümlə səhvdir? Gəlin baxaq. A variantı. Maşınlar istifadə eləmək müəyyən məsafəyə getmək üçün, müəyyən gediləcək yerə çatmaq üçün çox vaxt aparır. Həmin cümləni biz deməli tapırıq mətndən. Həmin cümlə 2-ci paragrafın 2-ci sətrindədir. Those who use public transportation face many problems while a car allows them to get to their destinations faster. Deyir ki, deməli ictimai nəqliyyat istifadə edən insanlar bir çox problemlərlə üzləşir. Halbuki maşın imkan verir ki, onlar gedəcəkləri yerə daha sürətlə getsinlər. Bizə də A variantında deyir ki, çox vaxt aparır. Amma burada faster deyib, düzdür, daha sürətli gedir. Təbii ki, A variantı yanlışdır. Maşın istifadə eləmək, müəyyən yerlərə getmək üçün çox vaxt yox, əksinə az vaxt aparır. B variantı. Əksər Afrikan və Asiya ölkə insanları public transportationdan istifadə edirlər. Bəli, həmin cümlə deməli birinci paragrafın sonuncu cümləsi idi. Bu hissə most people in Asian and African use public transportation. B tamamilə düzdür. C variantı. Maşınların sayı daha azdır dünya əhalisi ilə müqayisədə. Tamamilə düzdür. Biz dedik ki, 600 milyon maşın var, amma 7 milyard insan var. Yəni C səhvdir. Yəni cavab olaraq, cümlə olaraq düzdür, amma bizim sualımızın şərtini ödəmir. D variantı. Velosiped istifadə eləmək insan sağlığına ziyan vurmur. Bəli, belə bir cümlə məntiqi olaraq tapırıq bunu. Çünki
Bax, bu cümlə. Some cities have changed their streets into the bike passes helping to improve people's health. Bəzi şəhərlər dəyişiblər, deməli, küçələrini bike, yəni velosiped yolu ilə cığırına çeviriblər. Bu da kömək edir insanların sağlamlığını yaxşılaşdırmağa. D variantı düzgündür və çıxırıq çünki mənə false lazımdır. New Yorkda və Londonda bir çox sakinlərin personal carları, yəni şəxsi maşınları yoxdur. Bu cümləni biz oxuyuruq birinci paragrafın 5-ci sətrində. Many residents of New York, Paris and London don't possess a car. Bir çox New York, Paris və London sakinlərinin maşınları yoxdur. Tamamilə düzdür. Cavab olur A variantı. Davam edirik 75-ci suala. Şimali Amerikada public transport hesab olunur dezavantaj, yəni mənfi cəhət. Çünki gəlin niyə dezavantaj olduğunu tapaq və ikinci paragrafda bir də buranı təmizləyim. Deməli, ikinci paragraf. In many parts of North America, public transportation is considered a disadvantage. Those who use public transportation face many problems. Bax, problem buradadır. Bir çox Şimali Amerika hissələrində ictimai nəqliyyat dezavantaj hesab olunur, yəni mənfi cəhət. Çünki bir çox problemlərlə üzləşirlər. Biz həmin o problemləri təbii ki, D variantında görürük. Problem sözünü axtarıb tapırıq, cavab olur D variantı. Bu, bir çox problemlərə, müəyyən problemlərə səbəb olur. Hansı cümlə düzgündür mətnə əsasən? Fransada elektriklə işləyən maşınlar çox səs-küylüdür. Həmin cümləni tapırıq mətndən, Fransanı tapırıq. Dərhal Fransanın işləndiyi cümləni tapdıq. Axırıncı, sonuncu paragraf. In French towns, electric trams run silently. Elektrik yəni tramvaylar çox sakit şəkildə işləyir. Və biz bundan başa düşürük ki, bir yanlışdır. Some people experience hardship while using public transport. Bəzi insanlar çətinlik, hardship çətinlik deməkdir. Çətinliklə üzləşir ictimai nəqliyyat istifadə eləyərkən. Biz həmin hissəyə baxırıq, ictimai nəqliyyat istifadə eləyərkən çətinlik. Bu bayaq oxuduğumuz və bu hissədə face many problems tamamilə düzdür. Bir çox problemlərlə üzləşirlər. 2 düzdür. 3. Public transportation bahalı ola bilər, özəl maşınlardan daha bahalı ola bilər. Burada deməli cheaper sözü dəymişdi gözümə. İkinci paragrafın sonuncu dəqiqə buraları təmizləyim. İkinci paragrafın sonuncu cümləsi. Public transportation can be faster, more comfortable and cheaper than a personal car. Şəxsi maşından daha sürətli, daha rahat və daha ucuz ola bilər. Ona görə də 3-də deyir ki, daha bahalıdır, xeyr, yanlışdır. Asiya və Afrikada insanlar public transportation istifadə etməyə yönümlüdürlər, nəinki özəl maşınlara. O cümləni də biz tapırıq və bunu bayaq oxuduğumuz cümlələrin içində var idi. Birinci paragrafın sonuncu cümləsi. Most people in nation and African use public transportation. Və tamamilə düzgün cümlədir. Cavabım olur 1, 2, 4. Bundan sonraki suallarımız 4 sual dinləmə sualıdır. Dinləmə suallarının cavablarını əldə edə bilsəm, mütləq videonun altından qeyd edəcəm. Və 81-ci sual essay yazmaq. Bunu ayrıca bir video kimi mütləq paylaşacağam. Əgər videonu bəyəndinizsə, like etməyi və səhifəyə abunə olmağı unutmayın ki, yeni videolar ilk sizin qarşınıza çıxsın. Sağ olun.